lamışkanı koydular ağzıma ki dilini vur arxasına. Mən də onlar məni orada döyəndə bir də hətta tok verilməmişdən qabaq ara məsafəsindən durma ilə zadla vururdular. Belə deyirdi ki, dilini vur arxasına. Dilini belə vururdum, lamışqa yanırdı. Yandı, bir dəfə yandı, ikinci də lamışqa ağzında partladı. Tulladılar, ikinci lamışqanı da gətirdilər, dedilər ki, ikinci lamışqanı da verin. Götürdülər, nəsə ikinci lamışqanı da qoydular ağzıma. Toku üzr istəyirəm verəndə mənim bir cinsiyyət orqanıma bağlamışdılar qabağa. Toku? Bəli. Birində arxa tərəfdən zorla salmışdılar. Vay 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 vay. Vay vay vay. Mənim orada elə toku verdilər. Orada elə işgəncə verən mənə bir nəfər dedi ki, Hidayətovun sürücüsünü gətirin. Hidayətovun sürücüsünü gətirin deyəndə bunlar başladılar, məni girdilər qoluma, götürdülər, otağa apardılar. O işgəncə yerindən də həmin otağın məsafəsi az idi. Çox az idi. Saldılar bir dənə otağa, elə böhrümdə durmuşdular. Gözümü qaldırdılar. Mən onda otağa girəndə mən bilmədim ki, hiss elədim ki, o böyük bir vəzifəli bir adamdır, yəni böyük vəzifəlidir. Sən normal geyindin, gecindin, gətirdilər səni otağa. Yoxsa eləcə gətirdilər? Eləcə gətirdilər. Əlim bağlı, gözüm bağlı, gözüm ora çatanda qaldırdılar. Üstüm, başım pis gündə, əlim, zadım hamısı qan. Gətirdilər otağa, girdim, məni otağa gətirəndə gözümü açdılar. Elə qabağımda həmin o dediyim insan, mən onu bilmədim. Mən onu bildim ki, yəni böyük rütbəli bir şəxsdir, qabağımda duran. Mənə soruşdu ki, sən toya erməni gətirmisənmi? Yəni bu səni erməniyə komandirin satıbdımı, veribdimi? Dedim, xeyr, olmayıbdı belə bir şey. Yəni mən elə şey eləməmişəm. Deyəndə mənə bölündəklərə, məni gətirənlərə dedi ki, nətər yəni, burada gəlib deyir ki, belə bir şey olmayıb da, yəni bunu belə gətirməyin bir də. Oradan yəni, boynuna qoyun gətirin. Mən dedim ki, yəni bilmirəm da mən. Onda mən Azərfirduma baxanda efirdə gördüm ki, bu Xanlar Vəliyevdir. Mən ona kimi bilmirdim ki, bu hərbi prokurorun generaldır, bunu bilmirdim. Səni o vəziyyətdə